Hansı uyğunluq doğrudur? Göndərdi sözü. Göndərdi sözünü yalnız bir cür düşünmək olar. Göndərmək sözün kökü dir, şühudi keçmiş zaman, yəni indiki zamanda düşünmək mümkün deyil. Baxırdı sözündə də indiki zamandır, idi hissəci idi, yəni yalnız indiki zamanda düşünmək olar. Baxırmaq feili olmadığı üçün mən burada leksik, d-nı keçmiş zaman kimi düşünə bilmərəm. Qaçırdı sözü. Qaçırdı sözündə isə bir dəfə vurğu düşür ikinci hecaya, qaçır idi. İndiki zaman, idi hissəci olur, yəni buna uyğun gəlir. Bir dəfə isə qaçırdı kimi, yəni vurğunu sona qoysam, o zaman olur leksik şəkilçi, da olur şühudi keçmiş zaman. Vurğu da düşür sona. Deməli iki cür düşünmək mümkündür. Cavabımız elə 3 olacaq. Başlasın sözünü şüurlu keçmiş zamanda düşünə bilmərik. Baş sözün kökü la leksik şəkilçi, sın əmr şəklinin şəkilçisidir. Biçirdi sözünü də yalnız indiki zamanda düşünə bilərik. Yəni nə şüurlu keçmişə, nə də əmr şəklinə uyğun gəlmir.